Müstəqil Azərbaycanın iqtisadi təhlükəsizliyi və qlobal çağırışlar. Bu barədə danışacağıq bugünkü efirimizdə. Axşamınız xeyir olsun. Dünya televiziyasına baxırsınız, efirdə DTV Aktualdır. Bugünkü efirimizin qonağını sizə təqdim edirəm. Qonağım İqtisad Elmləri doktoru, professor, iqtisadçı, ekspert Şəfa müəllim Əliyevdir. Şəfa müəllim, xoş gördük sizi. Hər vaxtınız xeyir olsun. Təşəkkür edirəm ki, dəvətimizi qəbul etdiniz və bugünkü proqramımızda iştirak edirsiniz. Bugün biz müstəqil Azərbaycanın iqtisadi təhlükəsizliyi və qlobal çağırışlardan danışacağıq. İcazənizlə söhbətimizə başlayaq. Buyurun, maraqlı mövzu seçmisiniz və çox aktual bir mövzuya toxunmuşsunuz. Təşəkkür. 2025-ci il Azərbaycanda konstitusiya və suverenlik ili elan olunmuşdur. Suverenlik baxımından hər bir dövlətin iqtisadi təhlükəsizliyi strateji əhəmiyyət kəsb edir. İstərdim bir iqtisadçı alim kimi sizin fikirlərinizi eşidək. Buyurun. Bir daha çox sağ olun. Doğrudan da müasir dövrümüzdə və zamanəmizdə Azərbaycanın bir müstəqil dövlət kimi həm regionda, həm dünya səviyyəsində güclənməsi, Azərbaycan xalqının milli maraqlarının hər yerdə, bütün sahələrdə və beynəlxalq səviyyədə qorunması, konstitusiya hüquqlarının qorunması, dövlət suverenliyinin təmin edilməsi olduqca müstəsna əhəmiyyət kəsb edir. Bu baxımdan müstəqilliyin bərpasından sonra Azərbaycandakı prosesləri də xatırlamaq yerinə düşərdi. Həmin dövrdə 1990-cı illərin əvvəlində ölkədə çox ağır bir vəziyyət yaranmışdı. Xaotik bir dövr idi. Xaotik proseslər bütün sahələri cənginə almışdı. Həm dövlət müstəqilliyimizə qarşı təhdidlər artmışdı, həm daxili, həm xarici təhdidlər çoxalmışdı. İqtisadiyyat isə tamamilə bir çökmüş vəziyyətdə idi. Neft sənayesi özünün ən ağır bir dövrünə gəlib çıxmışdı. Təəssüflər olsun ki, həmin dövrdə Azərbaycan iqtisadiyyatının əsas sahələri demək olar ki, öz layihə güclərindən, yəni istehsal güclərindən demək olar ki, qat-qat aşağı səviyyədə, 20-25% səviyyəsində işləyirdi. Bunlar bütün 1991-95-ci illərin təhlilinə əsasən deyilir və həmin dövrdə həm də iqtisadiyyatımız tamamilə azalmışdı, kiçilmişdi. Dövlət büdcəsinin gəlirləri demək olar ki, yox idi, az səviyyədə büdcə çox aşağı bir maliyyə resursları ilə təmin olunurdu. Və təəssüf ki, həmin dövrdə heç valyuta ehtiyatlarımız da yox idi ki, islahatların aparılması üçün və yaxud da digər vacib məsələlər həyata keçirilsin. Əlbəttə, belə bir şəraitdə Ulu Öndərin hakimiyyətə gəlməsindən sonra 1993-cü ilin ortalarından başlayaraq ölkə iqtisadiyyatında həm siyasi sahələrdə, həm iqtisadiyyatda, idarə etmədə təkmilləşdirmələr apardıqdan sonra sabitlik yaranmış, makroiqtisadi və makromaliyyə sabitliyini siyasi sabitliklə bərabər formalaşdırmaq mümkün olmuşdur. Şübhəsiz Azərbaycan iqtisadiyyatının dirçəldilməsi olduqca vacib idi. Bu həm əhalinin güzəranının yaxşılaşdırılması baxımından, eyni zamanda həmin dövrdə demək olar ki, maddi-texniki bazası olmayan ordumuzun formalaşdırılması və inkişaf etdirilməsi, müasir ordu quruculuğuna başlanması baxımından olduqca vacib məsələ idi. Azərbaycan həm də regionun güclü resurslara malik bir ölkəsi idi. Bu resurslardan səmərəli istifadə edilməsi üçün strategiyaya ehtiyac vardı. Ulu Öndər məhz neft strategiyasını işləməklə 1994-cü il sentyabrın 20-sində əsrin müqaviləsinin bağlanmaqla Azərbaycan bu sahədə öz müstəqilliyini həm regionda, həm də dünyada nümayiş etdirdi. Həmin tarixi anlar yadımızdadır və ondan sonraki illərdə bu müqavilənin əsas mayası, qayəsi bizim milli resurslarımızın məhz Azərbaycanın bir müstəqil dövlət kimi istifadə etməsi və xalqın rifahı naminə onu dünya bazarlarına çıxarması, həm də beynəlxalq əmək bölgüsü sistemində ixtisaslaşması baxımından bizim milli resurslardan düzgün və səmərəli istifadə edilməsi strategiyası idi. Tarix göstərdi ki, bunlar heç də əbəs deyildi. Sonraki illərdə neft həmişəki kimi Azərbaycan iqtisadiyyatının aparıcı lokomotivinə çevrildi. Azərbaycan regionun bütün layihələrinin həm təşəbbüskarı, həm də maliyyə donoruna çevrildi. Azərbaycanda iqtisadiyyatlar başladı. Məcburi köçkünlər yavaş-yavaş müəyyən mənada dövlət qayğısı ilə əhatə olundular.
çadır şəhərcikləri yavaş-yavaş ləğv olunması prosesi başlanıldı və eyni zamanda həmin dövrdə əsas məsələlərdən biri Azərbaycan iqtisadiyyatının strukturunun neft sənayesi ilə yanaşı formalaşdırılması və inkişaf etdirilməsi problemlərinə başlanıldı. MDB ölkələri arasında ilk dəfə Azərbaycan öz iqtisadi müstəqilliyini gücləndirmək üçün və özünün kənd rayonlarında, rayon yerlərində, regionlarda yaşayan əhalinin vəziyyətinin yaxşılaşdırılmasını, ailə təsərrüfatlarının imkanlarının artırılması üçün aqrar islahatlar apardı və aqrar islahatlar olduqca uğurla aparıldı. Nəticədə ən azından Azərbaycanın regionlarında yaşayan və məşğulluq baxımından çox mühüm əhəmiyyət kəsb edən torpaq sahələrinin sahiblərinə verilməsi, regionlarda təsərrüfatların inkişafına, sahibkarlığın inkişafına, mikro, kiçik və orta sahibkarlıq ordusunun yaranmasına və bu sahədə Azərbaycan regionlarda yaşayan əhalisinin sürətlə şəhərlərə, iri şəhərlərə miqrasiyasının qarşısının alınmasına imkan verdi və nisbətən ölkədə ümumən sabitlik, sosial-iqtisadi inkişaf üçün yaxşı zəmin yaradıldı və bütün bunlar Azərbaycanın müstəqil dövlət kimi, müstəqil iqtisadiyyata, iqtisadi qüdrətə malik olan bir dövlət kimi formalaşmasının əsas mərhələləri kimi də baxmaq olar müasir zəmanəmizdə. Aydındır. Azərbaycan müstəqil həm də regionun aparıcı dövlətidir. Azərbaycan müstəqilliyini bərpasından sonra dövlətimizin iqtisadi təhlükəsizlik konsepsiyasının formalaşdırılması və həyata keçirilməsi prosesləri. Bax, istərdim bu məqama toxunaq. Buyurun. Bəli, milli təhlükəsizlik anlayışının əsas tərkib hissələrindən biri məhz iqtisadi təhlükəsizlikdir. İqtisadi təhlükəsizliyə təhdidlər, iqtisadi təhlükəsizliklə bağlı dövlətin görə biləcəyi işlər o qədər çoxdur ki, biz onların hamısını bir veriliş çərçivəsində əlbəttə sadalaya bilməliyik. Amma istərdim ki, ən mühümlərinə biz diqqət çəkək. Şübhəsiz, əvvəldə qeyd etdiyimiz kimi həmin dövrdə ümumiyyətlə son 20 ildə, 30 ildə Azərbaycan tarixi bir proseslər yaşayır və bu proseslərin içərisində milli təhlükəsizlik konsepsiyasının formalaşdırılmasıdır. Bununla bağlı müvafiq qanun da qəbul olunur və həmin qanunda iqtisadi bəndlər də vardır. İqtisadiyyatın təhdidlərdən qorunması, iqtisadiyyatın şaxələndirilməsini ləngidən faktorların üzə çıxarılması, dövlət tərəfindən tədbirlərin görülməsi, iqtisadi müstəqilliyimizə və iqtisadi gücümüzə qarşı mənfi halların vaxtında aşkarlanması və aradan qaldırılması dövlətimizin bu sayda apardığı siyasətin əsas tərkib elementləri kimidir. Amma iqtisadiyyat o vaxt güclü olur ki, o inkişaf etsin, o şaxələnsin, onun artım mənbələri olsun. Ona görə də neft sənayesi məhz 1997-ci ildə ilk neftin artıq pay bölgüsü və bölüşdürüləndən sonra və pay hasilatı ilə bağlı xarici konsorsium şirkətlərin birlikdə konsorsium ilə birlikdə neft hasilatına başladıkdan sonra Azərbaycanda həmin dövrdə şərtlər o qədər də Azərbaycan üçün çox sərfəli deyildi və neftdən gələn gəlirlərin çox hissəsini hələ ki xarici şirkətlərə gedirdi. Ona görə də Azərbaycan dövləti o dövrdə ilk növbədə iqtisadiyyatın mümkün sahələrinin, ənənəvi sahələrinin inkişaf etdirilməsi imkanlarından bəhrələndi. Məsələn, qeyri-neft sektoru sahələrinə baxsaq, ilk addımlar hesab edirəm ki, əsas etibarilə neft-kimya sahəsində atıldı. Müəyyən mənada bu sahəni dirçəltməklə ən azından Sumqayıtda Azərbaycanın qeyri-neft sektorunun əsası olan müəssisələrin yenilənməsi, modernizasiya edilməsi və sonrakı illərdə regionda və Azərbaycanda ilk texnoparkın, ilk sənaye parkının yaradılması təmin olundu. Bütün bunlar Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə, qeyri-neft sektorunun inkişafına, neft sənayesindən əldə gələn gəlirlərlə həm milli maraqların təmin olunması, həm valyuta ehtiyatlarının yaradılması, büdcə gəlirləri hissəsinin maliyyələşdirilməsi üçün alternativ mənbələrin formalaşdırılması, əhalinin gəlirlərinin artırılması, ümumilikdə ölkədə iqtisadi islahatların aparılması, texnoloji uqlada keçidin sürətləndirilməsi, tədbirləri görülməsi imkanları yarandı. Bax, bu iqtisadi təhlükəsizlik konsepsiyasının ən mühüm hissələrindən biri Azərbaycanda həmin dövrdə demək olar ki, infrastruktur çox ağır vəziyyətdə idi. Müasir yollara, körpülərə, ümumiyyətlə Azərbaycanda
nəqliyyatın və digər iqtisadiyyat sahələrinin bir-biri ilə bağlı olan qarşılıqlı əlaqəsi pozulmuşdu. Ölkə iqtisadiyyatının inkişafı üçün yeni yanaşmalara ehtiyac var idi. Yeni iqtisadi vasitələrə ehtiyac var idi. Aqroparkların müasir logistika, nəqliyyat sistemlərinin yaradılmasına ehtiyac var idi. Bütün bunlar Azərbaycan dövlətinin iqtisadi strukturunun təkmilləşdirilməsinə, Azərbaycan iqtisadi inkişaf modelinin qlobal çağırışlara yoğunlaşdırılmasına və müasir dövrdə Azərbaycanın iqtisadi təhlükəsizliyini təmin edə biləcək məsələlərin həlli üçün zəmin yaradılmasına imkan verdi. Başqa bir məqam isə şübhəsiz maliyyə sabitliyi ilə bağlıdır. Bu olduqca ağırlı bir məsələ idi. Azərbaycanda islahatlar aparmaq lazım gəldi və pul islahatları aparıldı və pul islahatlarının aparılması ölkədə maliyyə sabitliyinin və milli valyutanın mövqeyinin möhkəmləndirilməsi və eyni zamanda iqtisadiyyatın şaxələndirilməsi, inkişaf üçün pul kredit siyasətinin təkmilləşdirilməsi, bank, maliyyə sisteminin inkişaf etdirilməsi və maliyyə xidmətləri bazarının inkişaf etdirilməsinə də təkan verdi. Aydındır. İqtisadi təhlükəsizlik və müstəqillik dedikdə əsasən Azərbaycan xalqının milli mənafi və milli resurslarından necə istifadə edilməsi anlamı göz önünə gəlir. Elə deyilmi? Elədir. Bizim danışığımızın elə ana xəttində məhz bunlardır. Milli resurslardan səmərəli istifadə olunması. Biz hamımız son 10 illiklərdə bunların canlı şahidləriyik. Azərbaycanın milli resurslarının necə deyərlər, təsərrüfat və maliyyə dövriyyəsinə cəlb olunması, milli gəlirlərin artırılması, iqtisadiyyatımızın böyüməsi üçün əlbəttə ilk növbədə bizim neft və qaz resursları müstəsna əhəmiyyət kəsb edir. Əvvəldə qeyd etdiyim kimi beynəlxalq əmək bölgüsü sistemində də Azərbaycan məhz bu resurslar hesabına ixtisaslaşıb. Amma onu necə etmək lazım idi ki, bu bizim milli maraqlara cavab verə bilsin. 1990-cı illərin ortalarında artıq neft hasilatının vaxtı yaxınlaşırdı. Hələ də yollar yox idi. Hələ də nəql kəmərləri yox idi. Biz onu hansı bazarlara çıxaracaqdıq? Hansı maliyyə tutumlu regionlara çıxaracaqdıq? Vurdut bir Bakı-Novorosiyski və buraxılış gücü çox aşağı olan bir boru kəməri var idi. O da ki, təhlükəli və riskli idi. Ona görə də əlbəttə yenə Ulu Öndər uzaqgörən siyasəti nəticəsində, uzunmüddətli danışıqlar nəticəsində və həmin dövrdə neft şirkətinin birinci vitse-prezidenti olan hazırki prezidentimiz cənab İlham Əliyev həmin dövrdə çox şaxəli dünyanın aparıcı neft şirkətləri, dünyanın aparıcı dövlətləri, Ulu Öndərin xarici dövlətlərə səfərləri və uzun müddət aparılan danışıqların nəticəsində kökündə məhz milli maraqlar dururdu. Elə edək ki, Azərbaycan nefti hasilatdan sonra Azərbaycanın milli mənafeyinə xidmət edəcək və bizim həm milli gəlirlərimizi artıra biləcək, həm də valyuta fondumuzu, valyuta ehtiyatlarımızı artıra biləcək bazarlara çıxarılması təmin olunsun. Buna görə də məhz həmin dövrlərdə neft və qaz kəmərlərinin tikintisi üzrə razılaşma əldə olundu. Azərbaycanın neft resursları hasilatdan dərhal sonra sərfəli şəkildə dünya bazarlarına çıxarıldı. Yenə deyirəm, bunlar hamısı son 10 illiklərin tarixi hadisələridir və çoxumuzun gözü qarşısında baş verir və bütün bunlar Azərbaycan xalqının müstəqil bir dövlətinin necə böyük bir əhəmiyyət kəsb etdiyini bir daha biz gördük. Azərbaycan xalqı dünyanın çoxsaylı xalqlarının içərisində müstəqil dövlətinə, güclü dövlətinə malik olan xoşbəxt xalqlardan biri kimi də özünü hesab edə bilər. Hazırda Azərbaycan Respublikasının iqtisadi inkişaf modeli və milli iqtisadiyyatın strukturu ilə iqtisadi təhlükəsizlik göstəriciləri arasında adekvatlıq hansı səviyyədədir? Bu ümumiyyətlə dərin təhlilli bir məsələdir. Bu bir-iki cümlə ilə məsələn onu ifadə etməyə çalışsa, əlbəttə biraz ola bilər ki, tam açmaya, amma əsas məqamlara toxunar. Bəli, bugün əlbəttə Azərbaycan bəzi makroiqtisadi, makromaliyyə göstəricilərinə görə hələ lazım olan bir səviyyəyə çatmayıb. Ancaq bunun üçün davamlı işlər gedir. Neft və qaz sənayesi ilə yanaşı qeyri-neft qaz sənayesi sektoru artıq neçə illərdə Azərbaycanda prioritetlik təşkil edilir. Regionların sosial-iqtisadi inkişafı və regionlarda rəqabət qabiliyyətli sənaye müəssisələri şəbəkəsinin yaradılması üçün 4 dövlət proqramı həyata keçirilir.
Hazırda dünyada ümumiyyətlə sırf Azərbaycan dövlətinə və onun dövlət başçısına məxsus olan regional inkişaf modeli məhz postkonflikt ərazilərdə formalaşdırılan bir siyasət ortaya qoyulur. Və bütün bunların əsasında biz qeyd edə bilərik ki, hazırda Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi və iqtisadi inkişaf modelinin daha dərin fazada təkmilləşdirilməsi prosesi gedir. Bunlar nədir? Neft və qaz sənayesi ilə yanaşı, neft və qaz resurslarının dünya bazarlarına çıxarılması yanaşı digər rəqabət qabiliyyətli sənaye və aqrar kənd təsərrüfatı məhsullarının, həm də xidmət sahələri məhsullarının dünya bazarlarına çıxarılmasıdır. Artıq bu istiqamətdə işlər gedir. Demək olar ki, hər il ümumi iqtisadiyyatımız 3-4% artırsa, qeyri-neft qaz sənayemiz 6%, 7%. Qeyri-neft sənayemiz qeyri-neft sektoru 6%. Qeyri-neft sənayemiz isə 8, 9, 10% artır. Bu onu göstərir ki, bizim qeyri-neft sənayesində potensialımız kifayət qədərdir. Mən hələ aqrar sahədəki imkanları demirəm. Mən hesab edirəm ki, bu sahədə çoxlu sayda milli brendlərin formalaşdırılması potensialı var. Mən dəfələrlə bunu deyirəm və dövlətimiz bu istiqamətdə işlər aparır və hesab edirəm ki, postkonflikt ərazilərin də münbit torpaqları, su və torpaq ehtiyatları, əmək resursları və gələcəkdə regional inkişafın yeni formada modelləşdirilməsi, yəni yüksək texnologiyalar və smart ağıllı texnologiyalar əsasında inkişafı məhz milli brendlərin formalaşdırılmasında ciddi önəm kəsb edəcəkdir. Sadə bir misal, Xankəndində açılan tekstil müəssisəsi. Artıq ona da bir brend kimi baxmaq olar. Amma hesab edirəm ki, bu cür müəssisələrin, rəqabət qabiliyyətli müəssisələrin və çeşidlərin sayı kifayət qədər çox ola bilər və inşallah dövlətimiz bu sahədə müəyyən proqrama malikdir. Dövlət başçısı tapşırıqları var, imzaladığı sərəncamlar var. Hesab edirəm ki, yaxın perspektivdə biz bu işlərdə kifayət qədər intensiv bir fazaya daxil olacaq. Şəfan müəllim, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları və ölkənin birinci xanımı Mehriban xanım Əliyevanın Qarabağa səfəri baş tutdu. Görüşlər keçirildi. İstərdim Qarabağ səfərindən də danışaq. Qarabağımızda görülən işlərdən də danışaq. Cənab Prezidentin hər bir səfəri bir yenilikdir. Təməl qoyma mərasimləri olur, açılış mərasimləri olur, Qarabağımız dirçəlir. Sözümüz imzamızdır deyib bütün görülən, bütün qarşıya qoyulan hansı ki yol var, o yolla gedirik və uğurlara imza atılır. Bu da Cənab Prezidentin apardığı siyasətin nəticəsidir. Çox sağ olun. Əlbəttə bu bizim bir qürur yerimizdir. Bəli, tam doğru. Bütün dünya çox diqqətlə bu prosesləri izləyir və Azərbaycan dövləti yenə bu iqtisadi müstəqillikdən və iqtisadi təhlükəsizlikdən danışarsan biz bu faktı qeyd etməliyik ki, həm Qarabağ iqtisadi rayonunda, həm də Şərqi Zəngəzur iqtisadi rayonunda aparılan bütün bərpa quruculuq işləri, dirçəliş prosesləri, infrastruktur layihələri, yollar, körpülər, tunellər, bütün sosial infrastruktur obyektləri hamısı dövlət büdcəsinin hesabına aparılır. Yəni Azərbaycan dövlətinin, Azərbaycan xalqının öz vəsaiti hesabına aparılır. Biz heç kəsin qapısını döyməmişik, heç kəsdən kredit almamışıq. Yeri gəlmişkən bu da müstəqilliyin çox vacib bir göstəricisidir. Heç kəsdən asılı olmadan öz iqtisadi gücü və qüdrətinin hesabına, öz milli sərvətlərinin hesabına, xalqın sərvətlərinin hesabına öz yurdunu, obanı və dağıdılmış əraziləri bərpa edirsən. Burada bir neçə istəyərdim yenə rəqəmlərə qayıdaq. Buyurun, buyurun. 2026-cı ilədək burada 140 minə yaxın əhalinin qayıdışı gözlənilir. 140 minə yaxın əhalinin bu ərazilərə qayıdışı gözlənilir. 34.500 ailə öz doğma yurdlarına qovuşacaq. 34.500 ailə. Bu çox yaxşı bir rəqəmdir və hesab edirəm ki, ola bilər ki, növbəti etaplarda bu intensivlik daha da artsın. Bugün artıq 90-a yaxın kəndlərin, müxtəlif kəndlərin birləşməsindən alınan müasir, hər bir rahatlığı olan, həm müasir texnologiyalar, həm ağıllı texnologiyalar, eyni zamanda infrastrukturu olan və həm də həyətyanı sahələri olan müasir kəndlərimiz istismara verilir. Bəli. 8 şəhərimiz artıq baş planı təsdiq olunub. Şuşa,
Füzuli, Laçın şəhərləri necə sürətlə, intensiv olaraq məskunlaşmaqdadır. Digər şəhərlərimiz də məskunlaşmağa başlayıb və çoxlu sayda xırdalı, böyüklü 30-a, 40-a yaxın yol nəqliyyat infrastrukturu layihələri icra olunur. Bəli. Dəmir yol layihələri artıq Ağdama hamı gördü. Bərdə-Ağdam qatarını gördü və gələcəkdə ümumiyyətlə Horadiz-Ağbənd dəmir yolu layihəsi reallaşdırılacaq və bu həm də Azərbaycanın Türk dünyası coğrafiyasını birləşdirməyə yaxınlaşdıran bir infrastruktur layihəsidir və gələcəkdə həmin dəhlizin Zəngəzur dəhlizinin açılması ilə Türk dünyasının coğrafiyası birləşəcək, həm də Avropa ilə Asiya arasında yüklərin daşınmasında 15-20 gün tezləşmə baş verəcək. Yüklərin daşınmasının xərcləri azalacaq. Böyük güclərin burada marağı var. Dünya iqtisadiyyatının önündə gedən Çin Xalq Respublikasının çox böyük marağı var və dövlət başçımızın səfəri zamanı bütün bunlar hamısı bütün dünya gördü. Ona görə də hesab edirəm ki, Qarabağın dirçəldilməsi, Şərqi Zəngəzurun dirçəldilməsi, ümumilikdə postkonflikt ərazilərimizin infrastruktur layihələrinin əsasən çox sürətlə aparılması, əhalimizin keçmiş məcburi köçkünlərimizin doğma yurtlarına qayıtması, ora isti və torpaq sevən xalqımızın, millətimizin nəfəsi o torpağı sürətlə dirçəldəcəkdir və Azərbaycan regional inkişaf baxımından yeni quruculuq modeli, yeni regional inkişaf modeli formalaşdıracaqdır. Hesab edirəm ki, bu forma gələcəkdə bizim digər regionlarda da yüksək və ağıllı texnologiyaların inkişafına gətirib çıxaracaqdır. İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir. Biz bunların hamısını görürük və Qarabağın dirçəlməsi də bunun bariz nümunəsidir. Bundan əlavə Azərbaycan ordusunun güclü olması və gücü ilə bütün dünyayı səs salması, bunların hamısı iqtisadiyyata bağlıdır. Bəli, iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir. Vaxtilə bu fikirləri Ulu Öndər söyləyib. Buyurun. İqtisadiyyatı güclü olan dövlət həm də müstəqillik baxımından çox güclüdür. Bəli. Təşəkkür edirəm Şəfa müəllim. Minnətdaram. Bizə ayrılan efir vaxtı sona çatdı. Hörmətli televiziya tamaşaçıları, qeyd etmək istərdim ki, bugünkü efirimizin qonağı iqtisad elmləri doktoru, professor, iqtisadçı, alim, iqtisadçı, ekspert Şəfa müəllim Əliyev idi. Bugün biz iqtisadiyyatımızdan, onun qazandığı uğurlardan və eyni zamanda o rəqəmlər ki var ki dəyişir, uğura doğru gedən rəqəmlər, bu barədə danışdıq. Təşəkkür edirəm sizə. Sağ olun. Bizə ayrılan efir vaxtı sona çatdı. Dünya televiziyasına baxırsınız, baxmaqda da davam edin. Efirdə isə DTV Aktual idi. Diqqətinizə görə təşəkkür edirik. Sağ olun.